Biz bura keçmişiksə, artıq bu o deməkdir ki, yoqanın vaxtıdır, yoqa ilə məşğul olacağıq, günümüz daha da gözəlləşəcək, özümüz daha da gümrahlaşacağıq və beynəlxalq yoqa təlimçisi İlhamə Şirinova bizimlədir. İlhamə xanım, sabahınız xeyir olsun, xoş gəldiniz. Sabahınız xeyir olsun. Çox sağ olun. Necəsiz? Əla. Həmişə əla olun. Bugün nədən danışacağıq, nə edəcəyik? İstəyərdik bu barədə məlumat verəsiniz, həmçinin hərəkətləri həm bizə, həm tamaşaçılarımıza göstərəsiniz. Çox istəyərdim ki, bugün biraz enerjidən danışaq. Ona görə ki, enerji tükənən zaman biz heç nə eləyə bilmirik. Və çox vaxtı siz yəqin ki, həyatda rastlaşmışsınız o halla ki, kimsə sizdən soruşur, hara getmirsən, deyirsən ki, gəl mənlə gedək və yaxud nəsə eləməlidir işdə, evdə. Elə bilirik ki, o insan tənbəldir və eləmək istəmir. Adətən bu belə olur, amma o tənbəllik deyil, o enerjinin tükənməsidir. Və bəzilərində də var ki, məsələn, hər ikisi var. Məsələn, mən. Bilirsiniz, mən sizə deyim ki, mən heç tənbəl adam bu dəqiqə demərəm ki, var. Ona görə ki, enerji olmayan zaman sizin halınız yoxdur, nəsə eləyəsiniz. Beyninizdə belə fikirləşirsiniz ki, çatmazsınız, eləməzsiniz, eləyə bilməyəcəksiniz. O mümkün deyil. Yəni, o enerjinin tükənməsidir 100%. Ona görə ki, enerji olmayan zaman biz heç nə eləyə bilmirik. Və enerjini çəkən çox bir şey var bizim həyatımızda. Enerjimizi necə dolduraq yenidən? Özümüzü necə enerji dolu eləyək? Elə eləyək? texnikalar var, hansını ki, bugün göstərmək istəyərdim, bölüşmək istəyərdim ki, insanlar onu eləyib, enerjini bərpa eləyə bilir, dola bilir enerji ilə və o mümkün bir şeydir. Əla. Göstərirəmsə, baxın, Başlayaq. yadınızda saxlayın, onu istifadə eləyə bilərsiniz həyatda. Birinci növbədə biz düz durub, kürəyimizi düz saxlayırıq. O, çox vacib bir şeydir. Ona görə ki, enerjinin dövrəsi üçün mütləq lazımdır ki, onurğa sümüyü düz olsun. Enerji heç yerdə ilişib qalmasın. Onun üçün biz 3 təməli qaydaya salırıq. 3 təməldən birincisi kürəyimizi düz saxlamaqdır. Düz saxlamaq, yəni həm yuxarı, həm aşağı eyni zamanda. Yəni biz başımızı elə bil ki, tavana tərəf çəkiriksə, onurğa sümüyündən bir ox yerə gedir. Yuxarı və aşağı, bu birinci təməldir. İkinci təməlimiz bədəni tam boş buraxmaq. Yəni ki, biz elə bilirik ki, biz sərbəst durmuşuq çox vaxt, amma mən deyəndə üzü boşaldın, boş saxlayın, çiyinləri, əlləri, sinəni, qarnı. Fikir veririk ki, haradasa da oradan gərginlik var. Yəni o gərginliyi götürməkdən ötürü biz mütləq gərək bədənimizi boşaldaq. Başdan ayağa. Qollar sərbəst sallanır, əllərimiz sərbəst, barmaqlarımız, sinə nahəsi, qarın, ayaqlar. Yəni tam boş olandan sonra bu bizim ikinci təməlimizdir. Biz yəni buradan hərəkət eləyə bilirik. Və mən elə düşünürəm ki, ən əsası üçüncü təməldir. Bax, o maraqlı olacaq. Bizim hər birimizin daxildə xoşbəxtlik hissimiz var. Biz daxilən xoşbəxtik. Allah Taala bizə hər bir şey veribdir ki, biz xoşbəxt həyat sürək, xoşbəxt hiss eləyək özümüzü. Həyatımızda əlimiz, ayağımız, gözümüz, hər bir imkanımız var ki, xoşbəxt olaq. Çox vaxtı biz o hissi hansısa hadisələrə, hansısa problemlərə bağlayıb, o hissdən gedirik o problemlərin içinə. Ona görə də üçüncü təməl, ən vacibi, daxildən xoşbəxtliyi qaldırıb sinəyə yerləşdirmək. Maraqlı söhbətdir də. Yəni ki, bu xoşbəxtlik bizdə həmişə var. Biz onu hiss etmək üçün bircə şey eləməliyik. Diqqətimizi daxilə yönəltməliyik. Ora sanki bizim evimizdir də, ora həmişə hazırdır bizi qucaqlayıb, sevgi ilə, məhəbbətlə qarşılasın. Yəni bu üç təməli biz tam bərpa eləyib başlayandan sonra tamam başqa texnika olur. Yəni bu üç dənə təməli istəyərdim ki, hər bir kəs yadında saxlasın. Və təkcə yoga da vacib deyil, bizim həyatda hərəkət üçün o vacibdir. Hər bir hərəkətimizdə, hər bir yaşadığımız anda o üç təməlin yeri var. Yəni onlar vacibdir. Və üç təməli tam bərpa eləyəndən sonra biz necə başlayırıq? Bir neçə şeyi yadda saxlamaq lazımdır ki, nəfəsi burundan alırıq və ağızdan buraxacağıq. Yəni, onlar yadda qalır. Sonra biz hərəkət eləyən zaman əllərimizi yuxarı və yaxud aşağı salanda eyni qaydada deyil nəfəsi alıb buraxmaq. Hansısa nəfəs almalar qısadır, hansılarsa uzundur. Əgər hər hansındasa nəfəs çatmırsa, sadəcə yadınızda saxlayın ki, nəfəsi saxlayıb davam edirik və o birisi nəfəsin kommentariyi gələndə biz ona qoşuluruq. Yəni, özümüz ikinci nəfəsə keçmirik. Nəfəs alanda deyəcəm, burundan nəfəs alırıq, nəfəsi buraxanda ağızdan buraxırıq. Gəlin göstərim və birgə başlaya bilərik. Burundan nəfəsi alıb əllərimiz gedir yanlara, qalxır.
Nəfəsi buraxırıq, davam edirik. Əllərimiz yuxarı tərəf hərəkət edir və başımızın üzərində əlin arxaları birləşir və nəfəsi buraxanda yenə əllər yandan gedir aşağı. Bunlar hamısı çox yavaş tempdə gedir, nəfəsi alıb buraxmayla və hansısa momentdə nəfəs çatmırsa, nəfəsi saxlayıb davam edirik. Əllərimizi qarnın aşağısında birləşdiririk. Nəfəsi buraxan zaman əllər gedir yuxarı, çənəyə doğru, çevrilir və davam edir yuxarıya yolunu. Davam edirik, sanki gül kimi, qönçə kimi böyüyüb düzəlirik. Belimiz tam düz. Başımızın üzərində baş barmaqlar birləşir. Nəfəsi aldıq və nəfəsi buraxanda sanki enerjini buraxırıq bədənimizə. Hissə-hissə doldururuq. Doldururuq, elə bil əlimizlə qoyuruq o enerjini. Baxırıq ki, hər tərəfə yayılsın, hər tərəfdə olsun o enerji ilə. Burundan nəfəs alıb əllər yana gedir. Nəfəsi buraxanda əlləri qaldırırıq yuxarı. Yenə də ovucuların üst tərəfi başın üzərində birləşir və nəfəsi alıb əlləri salırıq yanlardan. Hər hansısa vaxt nəfəs çatmayanda dayanıb, davam edirik və ikinci nəfəsə qoşuluruq. Nəfəsi buraxıb əllərimizi qaldırırıq yuxarı, çənənin üzərində çevirib davam edirik. Bütün belin onurğa sümüyü bir-bir elə bir düzəlib gedir yuxarı tərəfə. Əlləri nəfəs alıb yuxarıda birləşdiririk. Nəfəsi buraxanda yenə də günəş enerjisini təsəvvür eləyirik ki, tam bədənimizə dolur. Hər bir hüceyrə, hər bir sahəni o enerji ilə doldururuq. Nəfəsi alırıq burundan, əllər gedir yanlara. Nəfəsi buraxanda yenə də hərəkət yuxarı. Birləşdirdik. Nəfəs alanda əllər gedir aşağı. Və bax, belə bir hərəkətdir. İndi bu hərəkəti eləmək o qədər də çətin deyil. Yəni ki, çətin bir şey görmədiniz. Amma siz bilsəz, biz nə qədər o enerjini bərpa eləyib doldururuq və o çox da çətin olmayan şey bizə həyatımızı xoşbəxt, gözəl davam eləməyə kömək eləyir. Çox istəyərdim ki, hər kəs onu yadda saxlayıb təkrar eləyə bilsin. Çox sağ olun. Təşəkkür edirik. Çox sağ olun. Ümumiyyətlə, hər səhər o enerjini doldurmaq, onu bərpa eləmək, hətta günün sonunda bərpa etmək, günün əvvəlində isə o enerjini doldurmaq həqiqətən də çətindir və sizin kimi mütəxəssislərdən bunu öyrənib də bunu etməyi bacarırsa bizim tamaşaçılarımız nə gözəl. Demək ki, istəyimizə çatmış oluruq. Biz həm də, hörmətli tamaşaçılar, çalışırıq ki, günə enerji dolu başlayaq. Məhz ona görə biz yoga ilə də həm siz, həm biz ünsiyyətdə oluruq, belə deyək, efir vasitəsilə. Çünki enerji çox vacib məsələdir. İndi düzdür, mən bu məsələlərə çox Ayseldə elə digər enerjilərdən söhbət gedir. İnanmırıq, məsələ o deyil ki, yəni bu kainata müsbət enerjilər falan göndərmək, amma daxili enerjimizi, öz enerjimizi həmişə yüksək tutmalıyıq, yüksək saxlamalıyıq. Təşəkkür edirik sizə bir daha. Çox sağ olun.